Bir çox oğlanın həyatında belə bir şey yaşanıbdır. Bir qızla tanış olursan, münasibət qurursan və bam onun kirli keçmişindən xəbərdar olursan. Hansını ki o qız saxlamaq istəyir, səndən gizlətmək istəyirdi. Bu çox xoşa gəlməz və iyrənc bir hissdir. Elə bil ki, ürəyinə yatan bir avtomobil almısan və bir müddət sonra o avtomobilə isnişəndən sonra öyrənirsən ki, bu avtomobilin yürüşünü bir neçə dəfə çəkiblər. Hər şey əladır, hər şey yaxşıdır. Avtomobil də yaxşı gedir, şikayətində belə yoxdur. Amma bu fakt səni çox narahat edir. Ona görə ki, sən hələ bilmirsən, onun yürüyüşü neçə dəfə çəkilibdir. Bəlkə bir dəfə çəkilib, bəlkə 3 dəfə çəkilibdir və başqa nələr səndən gizlədirlər. Yaxşı, burada qız deyir ki, bu səndən əvvəl olubdu və bunun nə fərqi var ki? Və doğrusunu desəm, burada qızdan razılaşmaq olar. Amma məlum olanda ki, avtomobilin səndən əvvəl 15 dənə sahibi olubdur və arxadan ona 3-4 dəfə çırpıblar və artıq bu faktları gözə alanda avtomobilin dəyəri istər-istəməz düşür. Yəni gözündə o parlaq avtomobil deyil və söhbət burada avtomobildən getmir təbii ki. Və bunların hamısını biləndən sonra heç bir halda ağrıdan qaça bilməzsən. Hansı variantı seçsən, özü çox pis hiss eləyəsən və hər halda risklər var. Ya normal bir qızı həyatından itirəcəksən, ya da ki 5 ildən sonra xəyanətlə üzləşmək şansın var. Və bilirsən, qızlar çox vaxt belə deyir. Axı o keçmişdə qaldı, axı onun heç bir daha mənası yoxdur. Və əsas da bu sözü deyənlər çox vaxt yalan danışır. Çünki bizim keçmişimiz bizim gələcəyimizi müəyyən edir. Yəni keçmişdə yaşadığın təcrübələr gələcəyinə çox təsir edir. Həm qızda, həm oğlanda. Və burada xoşa gəlməz bir həqiqət var. Nə yaşamısan, nə ilə razılaşmısan, onun hamısı bu gün sənsən. Və indiki zamanda qızlar xoşlayırlar keçmişini gizlətmək. Yəni elə qız var ki, deyir səndən əvvəl heç kim olmayıbdı, ya da səndən əvvəl biri olub, ikisi olubdu. Xeyr, elə deyil. Əgər qızın binövrəsi təməli zəifdirsə, onun gələcəyi də yaxşı olmayacaq. Bilirsiniz, biz çox maraqlı bir dövrdə yaşayırıq. Kimlərsə öz axmaqlığını səhv adlandırırlar. Güya qismətdir, güya oldu keçdi və daha olmayacaq. Halbuki sənin keçmişdə yaşadıqların hamısı sənsən, sənin seçdiyin qərarlardır. Ki qızın mən qanmadım, səhv elədim deməyi kifayətdir. Güya indi artıq bakir əliyib barpa olundu. Elədiyi səhvlər silindi. Yox, deyil. Problem ondadır ki, biz kişilər problemi məntiqlə çözməyə öyrəşmişik. Yəni qız deyirsə eləməyəcəm, təkrar olmayacaq belə şeylər və burada çox böyük bir şeyi nəzərdən buraxırsan. Axmaqlıqlar, asıllıqlar bu məntiqə heç yaraşmırlar. Hər bir siqaret çəkən bilir ki, həyatına ziyandır, həyatına zərər vurur və yenə çəkir. Qumarbazlar bilir ki, həyatının pulunu itirirlər. Hətta bir alkaş deyə bilər ki, qardaşım, mənim səhvlərimi eləməm, bu yaşayış deyil. Amma sabahsı günü yenə o həyatı özü yaşayır. Bu insanlar səhv elədiyini çox yaxşı bilirlər. Ancaq bu anlayış onlara kömək eləmir ki, asıllıqlarından əl çəksinlər. Və əgər bir qız keçmişdə öz zinasına görə, öz günahlarına görə, öz səhvlərinə görə özünü danlayırsa, bu demək deyil ki, qələbədir, artıq bu səhvləri etməyəcək. Yox, bu sadəcə hər kəsin deyə biləcəyi bir sözlərdir. Əgər bir qız macəra xatirinə bir saytlardan qeydiyyatdan keçibsə, bu artıq səhv deyil, bu məqsəd yönlü seçimdir. Və bir qız hər şeyi başa düşərək pozğunluğa gedirsə, burada ya səhvdən, ya qanmazlıqdan, ya da başqa bir şeydən söhbət gedə bilməz. Bu artıq qəhbəlik. Mən şəxsən elə bir qızdan ailə qurmazdım. Yəni mən onu həyat yoldaşı olaraq seçməzdim. Və burada pozğunluğun nə vaxt, neçə il əvvəl olmamağı heç bir fərqi yox. İnsan özünə dəyər verməlidir və seçimində dəqiq olmalıdır. Bay bay.